Bir nəfər oğlu ilə ağsaqqal kişi gedirlər, yol gedirlər. Səhralıqda bir yerdə kişi atası, oğlanın atası can verir, xəstələnir birdən-birə, ölür. Uşaq qalır, deyir, avara cavan. Neyniyim bunu, necə dəfn eləyim, neyniyim, harda dəfn eləyim, neyniyim, nə namazını qılım, meyit namazı bilmirəm. Cavan oğlan. Deyir, qalır belə təlaş içində. Bu yandan atasının ölümünə qəmlənir, bu yandan dəfn işlərini bilmir, neynəsin. Heç kəs də yox. Birdən görür bir çoban gəlir qoyunları ilə. Görür ki, təlaş içində nə olub? Bir atam burada rəhmətə getdi, qalmışam belə. Deyir, onu kəndə apara bilməyəcək, işimizi uzaqlıyıq. Su da burada qüsulcu yoxdur. Bunu təyyəmmüm eləyək burada. Və meyit namazını mən bir tər qılaram çoban deyir. Qılaram və onu dəfn eləyər. Deyir, dayanır, çoban meyit namazı, işləri görür, meyit namazını qılır, nəsə dua eləyir, namazdan sonra dua müstəhəbdir. Sonra deyir, dəfn edirlər bu kişini. Oğlu deyir, qəbrindən ayrılmıram bu gecə. Atam qərib öldü, falan öldü, yatır yanında. Yatır, deyir, oğlu atasını yuxusunda görür. Atası deyir ki, mənə çox böyük məqam verdilər oğlum, falan. Görür ki, atasının halı, əhvalı çox gözəldir. Deyir, bu nəyin nəticəsidir? Nə əməlim, mən bilirdi atası kimdir, nə günahın sahibidir. Yəni, sən bu əməlindən bu məqam uyğun deyil. Deyir, o çobanın duasına görə oldu hər şey. Çobanın duasına görə. Bu yuxudan durur, çobana deyir, belə yuxu gördüm. Deyir, görəsən nə irfani dua eləyib bu çoban. Hansı arifanə dua eləyib filan. Çobana deyir, sən nə dua elədin? Deyir, nə dua, mən dua zat bilmirəm. Mən namazı gücdən qıldım, meyit namazı. Mən səhv qıldım, düz qıldım. Qıldım bir tər. Mən dua zat bilmirəm, mən namazını qıldım, meyit namazını. Sonra dedim ki, ilahi, bax, bu sənin qonağındır. Bu gecə bu mənə qonaq gəlsəydi, mən çoban əlimdən gələn eləcəkdim. Quzulardan kəsib, nə gücüm çatır, kebab pişirəcəkdim, onu mən özümə layiq qarşılayacaqdım. İndi bu sənə qonaqdır, bax da özünə layiq sən qarşıla. Bu söz bəsdir, bu söz bəsdir. O sözdür ki, Həzrəti Əli əleyhissalam Salmanın kəfəninə yazdı ki, soruşsalar ki, niyə əli boş gəlmirsən? Dinən ki, mən kərim şəxsin hüzurundayam, kərim şəxsə qonaq gəlmişəm. Yəni, insan öz əli boşluğunu və Allahın kərəmini, mərhəmətini dərk eləsə, buna uyğun da insanla davranırlar. Buna uyğun da insanla rəftar